Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hər birinizi salamlayıram. Gününüz xeyirli olsun inşallah. Mövzumuz İslam əqaidi barəsində idi. Ötən bəhslərimizdə biz İslam Peyğəmbərinin Peyğəmbərliyi barəsində və eyni zamanda o Həzrətin xatəmiyyət və dininin universal və ümumbəşər olduğunu qısa olaraq siz əzizlərlə işarə etdik. Və etiqadımız nübüvvət barəsində belədir ki, bütün peyğəmbərlər haqdır, Allahdan vəhy alaraq insanları Allaha tərəf hidayət etmişlər və peyğəmbərlərin sonuncusu Həzrəti Muhammed sallallahu aleyhi və aleyhi və səlləmdir. Və onun gətirdiyi din İslam dini adlanır və İslam dini zaman etibarı ilə və eyni zamanda məntəqə etibarı ilə və məzmun etibarı ilə ümumi bəşər bir dindir. Bugünkü bəhsimiz isə imamət barəsindədir. Biz şiyyələrin əsas etiqadlarından da biri imamət məsələsidir. İmamət məsələsini hansı formada müzakirə etmək lazımdır? Bu mövzu bizim əqidəmizin nəyini ifadə edir və eyni zamanda imam kimdir, imamın xüsusiyyətləri nədir? Ümumi olaraq bu məsələləri biz bir neçə formada bəhs edə bilərik. Bir çox mühəqqiq alimlər, məsələn Xacə Nəsrəddin Tusi, imamət məsələsini müzakirə etmək üçün belə bir düstur, belə bir meyar təyin etmişdi ki, ilk olaraq biz imamın tərifi barəsində bəhs etməliyik. Məl imam, imam kimdir? İmam kimdir sualı, yəni imam sözünün leksik mənası, imamət sözünün leksik mənası və eyni zamanda bunların terminoloji mənası nəzərə alınır. İkinci bəhs həlil imam. İmamın var olması, imamın olmaqlığının zərurəti barəsində müzakirə etmək lazımdır. Üçüncü məsələ isə imamətin və yaxud imamın fəlsəfəsi, imamətin məqsədi barəsində bəhs etmək lazımdır. Ümumən, niyə imam var olmalıdır? Limə yegibul vücudil imam. Və dördüncü məsələ imamın xüsusiyyət və sifətləridir. Keyfəl imam, imam necə olmalıdır? Bu ümmətin rəhbərinin əsas xüsusiyyətləri hansıdır? Və ən sonda isə mənil imam, yəni imam kimdir? Hər dövrdə imamın təyin olunması məsələsi hansı formadadır? Hər bir halda bu 5 məsələ ətrafında biz edə bilərik, imamət məsələsini müzakirə edək. Nəzərə almaq lazımdır ki, ilk 4 mövzu ümumi imamət barəsindədir. Yəni, burada biz digər məzhəblərlə həmfikir ola bilərik, digər məzhəblərin də bu barədə müxtəlif görüşləri ola bilər. Lakin mənil imam, imam kimdir? Bu məsələdə təbii olaraq fikir ayrılıqları özünü qabarıq şəkildə göstərir. Buna görə biz ilk olaraq məl imam, imam nədir? Sualı ətrafında istərdim qısa olaraq müzakirə edək. Və imam və imamətin lüğəvi mənası nədir? Mən burada qısa olaraq imamət sözünün leksik mənasına işarə edib, müxtəlif lüğət kitablarını nəzərə alsaq, imamət öncüllük və rəhbərlik mənasını verir. Yəni, imamət öncül və rəhbər olan şəxs. İmam kimdir? İmam öncül və rəhbər şəxsə deyilir. Bəs yaxşı, imamın bu mənada nümunələri hansıdır? Biz müxtəlif lüğət kitablarına baxdıqda görürük ki, və eyni zamanda İslam məarifinə baxanda görürük ki, imam anlayışı bu nümunələrdə keçir. Məsələn, Qur'an-ı Kərim imamdır, İslam Peyğəmbəri imamdır, Peyğəmbərin canişini imam mənasında işlənir, cəmaət namazında öndə duran şəxsə imam deyilir, ordu komandanına imam deyilir, səfər bələdçisinə imam deyilir və yaxud açıq və geniş yola bəzən imam deyilir. Ardınca gedilən alimə imam deyilir. Bunlar imam sözünün müxtəlif nümunələridir. Yəni, imam bir müştərək ləfzdir ki, onun nümunələri müxtəlif formalarda olar. Lakin biz Qur'an-ı Kərimə baxdıqda görürük ki, imam sözü ümumi olaraq iki mənada qeyri-bəşəri məsələlərdə işlənir, bir də bəşəri məsələlərdə. Məsələn, qeyri-bəşəri dedikdə mübarək Yasin surəsinin 12-ci ayəsində Loh-u Məhfuz olaraq işlənir. Və kullu şeyin əhsəynəhu fi imamin mubin. İmamin mubin, yəni burada Loh-u Məhfuz. Və yaxud açıq yol mənasında
işlənir. Hicr 79 və innəhum ləibəmin mubin və yaxud Hud surəsi, Əhqaf surəsində Tövrat barəsində işlənir. Kitab-ı Musa imamən, Həzrəti Musanın kitabı imam idi. Yəni imam idi, yəni Tövrat onlara yol göstərən idi. Və yaxud Bəqərə surəsinin 124-cü ayəsində artıq burada bəşəri mənanı ifadə edir. Həzrəti İbrahim barəsində Allah Teala İbrahim peyğəmbərə xitabən deyir ki: "İnni cəilükə linnəsə imamən." Mən səni insanlara imam təyin etdim. Və yaxud Ənbiya surəsinin 73-cü ayəsində peyğəmbərlər barəsində belə işlənir ki: "Və cəalnahum əimmətən yahduna." Biz peyğəmbərləri imamlar qərar verdik ki, onlar doğru yola hidayət edirlər. Və yaxud Qəsəs surəsinin 5-ci ayəsində həmən məna peyğəmbərlərin vərəsələri barəsində keçir. Furqan surəsinin 74-cü ayəsində salih bəndələrin öncül olması barəsindədir. Və yaxud batil imamlara da işarə edir, yəni batil öncüllərə də işarə edir. Məsələn, Tövbə surəsinin 12-ci ayəsində Allah buyurur ki: "Fəqatilu əimmətul kufur." Yəni o küfür öndərlərini vuruşun, onları öldürün. Və eyni zamanda ümumi məna işlənir. Yevmə nəd'u kullu unasin bi imamihim. Qiyamət günü hər bir insan öz imamı ilə çağırılacaq. İndi burada imamı kimdir? Üstə dediyimiz hər bir məna ola bilər. Bir şəxsin imamı Quran ola bilər, bir şəxsin imamı Firon ola bilər. Demək, Quran-ı Kərimdə ümumi məna belədir ki, imam sözü bir dəfə qeyri-bəşəri məsələləri ifadə edir. Məsələn, Loh-i Məhfuz, Tövrat, başqa məsələlər və bir də bəşəri ifadələri istifadə edir. Məsələn, Həzrəti İbrahimin imam olması, peyğəmbərlərin imam olması və yaxud azğın şəxslərin imam olması və s. Bizim mövzumuzla təbii olaraq əlaqəli olan bəşəri imamdır. Biz Quran-ı Kərimdən bir neçə məsələ təyin bu məsələlərdən ələ gətirə bilərik. Onlardan birincisi budur ki, biz diqqət etdikdə görürük ki, doğru imam həmişə Allah tərəfindəndir, Allahın təyinatı iləndir və Allahın göstərişlərinə dəvət edəndir. Yəni, biz doğru imamın əsas xüsusiyyətini Qurandan belə başa düşürük ki, o Allah tərəfindəndir və Allah tərəfə dəvət edir. Yanlış başçı, öndür də budur ki, o özünə rəhbər statusunu verir və yaxud bir qrup tərəfindən özünə rəhbər statusu qazanır və Allahdan qeyrisinin yoluna dəvət edir. Yəni, Quran-ı Kərimdə ümumi olaraq imam sözü barəsində biz edə bilərik, bu məsələləri ələ gətirək. Bəs yaxşı, imamətin və yaxud imamın terminoloji mənası nədir? Ümumi olaraq, yəni bütün məzhəblərin, ilahiyyatçılarının tərifini nəzərə alsaq, belə deyə bilərik ki, imamət bir şəxsin, insanların dini və dünyəvi işlər üzərində ümumi rəhbərliyi deməkdir. Ümumi rəhbərliyi dedikdə, yəni həm dünyəvi məsələlərini onların ehtiva edir, həm də uxrəvi, yəni həm o dünyəvi rəhbərdir və eyni zamanda uxrəvi rəhbərdir. Bunu deyim ki, əzizlər, demək olar ki, Şiənin digər məzhəblərlə və digər məzhəblərin şiələrlə imamət məsələsində ittifaq etdiyi məsələlərdən də biri imamın tərifidir. Yəni, hər iki məzhəb imamın tərifində eyni məsələləri demişlər. Yəni, imamət həm dünyəvi və həm də uxrəvi tərifdir. Bu, imamət barəsində olan ilk anlayış idi, biz sizlərlə müzakirə etdik. Yəni, imam sözünün mənası nədir və eyni zamanda imam və yaxud imamət nə deməkdir? Terminoloji mənada bunu müzakirə etdik. Gələn bəhsimizdə inşallah digər məsələləri, yəni imamın vacibliyi barəsində siz əzizlərlə müzakirə edəcəyik. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.